Deyirlər ki, insan məsələn ömründə bir dəfə həccə gedir, o da hər kəsə nəsib olmur, Allah bütün müsəlmanlara nəsib etsin. Elə insanlar var ki, illərlə pul yığır, bəlkə də uzun müddət pul gözləyir ki, pul olsun, geçsin həccə Allahın fərz etdiyi o rükünü yerinə yetirsin. Bu etdiyi zaman insanlardan bəziləri deyirlər ki, sən malını nəyə çox xərcləyirsən? Gör, nə qədər insanlar mallarını xərcləyirlər, ona gedirlər. Halbuki dəyərli qardaşlar, bu insanlar ən səmimiyyətsiz insanlardır. Bu insanlar özləri bəlkə də ildə bir dəfə, iki dəfə ölkə xaricinə səfərlərə gedirlər, istirahətə gedirlər, Allahın haram etdiklərindən istifadə edirlər. Ancaq özlərinin bu etdiklərinə israf edirlər. Halbuki müsəlmanlar həccə getdiyi zaman orada dincəlməyə getirir. Ora bilirik ki, həccin, yəni rükünləri, əməlləri ağırdır və çətindir. Lakin buna baxmayaraq bir də danışırlar. Baxın, dəyərli qardaşlar, rəsmi statistikaya görə 2024-cü ildə Azərbaycanda yəni bir il ərzində içki və tütün məhsullarına verilmiş məbləğ haqqında rəsmi bir məbləğ vardır. Bir il ərzində Azərbaycanda içki və tütün məhsullarına 2 milyar 720 milyon və neçə 100 min manat pul xərclənmişdir. Bunlardan isə heç bir Allahın bunu danışmır. Yəni, dediyimiz zaman məşhur insanlardan. İnsanlar bilirlər ki, bu qədər məbləğ birincisi həm canıma zərər verirsən, həm israf edirsən, həm cəmiyyəti sorulursan, bunlar haqqında danışmırlar.